Sonra 8. baxaq. Hı -hı. Şirvanşah dövlətinin paytaxtlarına uyğun gələn hadisələr. Şamaxı. Şamaxı nə vaxtdan nə vaxta paytaxtdır? 918-dən 1192-yə qədər. Bakını da tutaq ki, verək 1192, 1538. Əslində bu yanlış bir şeydir. Bakı bir neçə il Hı. paytaxt olur, sonra Şamaxıya qayıdır, amma kitabımıza görə belə davam eləyək, görək nə olur. Səlcuq dövlətindən asılığa son qoyması. Bu olacaq. Çünki götürək asılığa son qoyması, məsələn, 1123 3-cü mərcə pul göndərməyə dayandırır. Kəsranilər sülaləsinin hakimiyyətə gəlməsi 1027, bunu da götürək, bu da düşür. Slavyanların Sara adasına məğlub etməsi bu 910-dur. Deyir, Slavyanlar Sara adasına gəlirlər, ondan sonra düşürlər aşağı Gilanşahın qoşunlarına tərəf. Əvvəlcə Gilanşah onlara qalib gəlir, sonra yuxarı çıxanda Şirvanşahlar onlara qalib gəlir. Yəni bu 910-dur. O zaman Şamaxı paytaxt deyildi. Sonra Bakı, Səfəvilərin hücumuna məruz qalması. Hə, olsun. 1501. Tutaq ki, Bakı paytaxtdır. Götürək. İraq Səlcuq Sultanı Mahmudun hücumuna məruz qalması. Bu 1123 daxil. Bu düşmür. Terek döyüşündə iştirak edilməsi, bəli, 1395-də Terek döyüşündə iştirak edilib. Onda belə çıxır ki, 1A, B, 2A, C. Yəni variantımız B variantıdır. Ah, belə. Sonra